Börəkdən duzun təmizlənməsi haqqında danışardınız. Necə eləmək olacaq? Börəkdən duzu təmizləməyin yolları var, xanım. Mən sizə deyim ki, mən havayı demirdim ki, çay sodası, mən havayı demirdim ki, sarımsaq, mən havayı demədim ki, bir də limon. Bunlar çox önəmlidir. Börəkdən duzu təmizləməyin ən yolunu mən sizə deyim, bir çarə kimi. Uzun müddətli 1 litr yarımlıq zad götürürsünüz, termosa qaynanmışdır, axşam qaynayan kimi tökürsən, onun üzərinə 2 qaşıq qarıdalı saçağı, onun üzərinə 25 ədəd it burnu, onun üzərinə bir dəstə petruşka, nədir petruşkanın adı? Cəfəri, onun üzərinə bir dəstə daş yarpızı töküb, ağzını bağlayırsan, səhərə qədər dəmlənir. Səhər tezdən açırsan onun ağzını, stakana tökürsən, yarım limon ona sıxırsan və onu içirsən, bir. Gün ortada içirsən, axşamda bütün 1 litr yarım. Bir ay bunu belirləsən, bütün öd yollarını, bağırsaqlarını və o cümlədən də sənin nəyini, sidik yollarının hamısının duzlardan təmizləyə bilərsən. Deyir ki, ayaqlarımda, dabanlarımda daima ağrı olur, sancı şəklində də olur. Bu revmatizm əlaməti ola bilərmi? Elə revmatizmin bir əlaməti, yeni başlayır. Südü, yumurtanı gün ərzində nə qədər qəbul eləmək olar? Nəyi? Süd və yumurta. Gün ərzində nə qədər? Aha, böyük yaşlı insanlar üçün. Yumurta gündə 2 dənəsini yemək olar. Süd də nə qədər bacarsan yedim, burada 500 qram qəbul eləməlidir, karbohidrat. Ayaq sudurqaları adətən nə ilə bağlı olur? Ayaq sudurqaları beldə revmatizmlə. Yalnız beldə olan qrij ilə. Qıc olmalar verir əvvəlcə. Sonra da o qədər, bax buradan sinir çıxır. Bax bu iki fəqərənin arasından 31 cüz sinir var hər fəqərədən arasından biri. Bax bu üstündən basırsa bir neçə sinir lifini qıcıqlandırdı. Fəqərə çıxdı. O hansı əzələni innervasiya edibsə, o əzələni oyandırdı. Belə qrup əzələ var ki, burada 500 lif var, 500-dən 200 lifini oyadıb, qıc olma verir. Əyaqda verə bilir qıc olma, hər yerdə verir. Bel qırıcılar verir əsasən bunu. Suallar həddən artıq çoxdur.